Allah bəzilərinə görsən dünyanı verir. Mömin insanlardan ya qeyrilərindən verir ona dünyanı. Bilirsiniz nə üçün verir? Görsün ki, boş şeydir. Bəziləri də başa düşür. Mən hərdən danışıram. İmkanlı insanların bəzisi başa düşür. İmkanı olmayan deyə görəsən nəsə var, imkanı olanların bəzisi başa düşür. Bəzisi də səhv eləyir. Bir şeyi verir, görür, ləzzət ala bilmir, deyə yəqin bunda deyil, filan şeydədir. Onun dalıca düşür, ömrünü belə bərbad edir. Amma ağıllı insana Allah dünyanı verirsə, onda başa düşür ki, hə, yaxşı, bu. Bu da dünya. Sonra daha çox mənəviyyata yönəlir, sərvət əlinə yetişdiyində. İlan kimi də əleyhissalam buyurur dünya. Zahiri bəzəklidir, içində öldürücü zəhər var. Oynayırsan oynan, çəkirsən özünə. Amma ki, sancmaq üçün fürsət gəzir ki, sancsın, zəhəri də öldürücüdür. Uşaq necə elə bilər ki, məsələn, ilanı götürür əlinə, elə bilir ki, nəsə gözəl bir şeydir. 50-60 yaşda uşaqlar nə qədər çoxdur ki, dünyada özlərini bu zahiri bəzəkli olan batinində öldürücü zəhər olan bir şeyə alladırlar. Sözümü yekunlaşdırıram. Bu sözdən ki, bu zamanda ən vacib olan məsələlərdən biri dini həm gözəl təqdim eləmək, həm də gözəl tanımaqdır. Dini gözəl görmək üçün isə ilk addımlardan biri dünyanı gözdən salmaqdır. Dünyaya həsrətlə baxan adam yadda saxlayın, heç vaxt ibadətindən ləzzət ala bilməyəcək. Heç vaxt dini yaxşı yaşaya bilməyəcək və bundan qorxmayın deyəndə ki, dünyanı gözdən salın, elə bilirik nədənsə məhrum oluruq. Ləzzət istəyirsənsə 100 qat artığını sənə vəd eləyir. Bir dəfə təcrübə eləyək də hər şeyi təcrübə eləyirik. Bir dəfə təcrübə eləyək, bu dünyaya kiçik bir şey kimi baxaq. O ki, həsrət gələndə ürəyə özünü cilovla dinən nə var? Nə olsun? Bunu təkrar insan ağıllı nəzərlə baxa, təkrar eləyə, axırda görərsən bir naçiz, dəyərsiz bir şey kimi görərsən, o anda da görərsən qəlbin mənəviyyat üçün açılar insanın qəlbi. Bəzi şeylər var ki, 5 dəqiqə düşünməklə bəlkə də həll olar. Biz özümüzə ağırlaşdırırıq, deyirik, yəqin nə ilənsə, axı nə ilə mübarizə aparasan? Get-gedə də öz mahiyyətini dünya ortaya qoyur yavaş-yavaş. Bəlkə keçən əsrlərdə bu qədər də başa düşülməzdi. Bilməm, bəlkə də gələcəkdə bizdən də daha yaxşı başa düşərlər. Amma ağıllı adam təcrübədən qabaq ağlı ilə özü o həqiqətləri anlaya bilər.